Alırsan qadıysan Rusiyada al verirləmişəm. Yola salmışsın ya. Rusiyada belə adamlar olmuyor. Belə adamlar deyəndə nəyi nəzərdə tutursan ki, dayı? Nəyi nəzərdə tutursan ki? Sən mənim təsbihimin ulduzunu görmürsən, sən nəyi nəzərdə tutursan ki? Ha? Bu sarımsaq əzəndir. Hə, dayı. Meşoğun birini ver. Ya da ki, mənlə şəhər içinə gedək, sataq çıxar gedək burada. Çoğun biraz olmadı. Yaman çox dedin ha. Şəhər gedirsən, hə? Mən taykün deyirsən, sən mənim oğlumla da işləyirsən. Bax, sözüvətin var, al. Alırsan al, almırsan canın sağ olsun. Yox, mən istəmirəm. Bu cəmaat bu çörük qozu alsın, ona görə. Ürəyim yumuşaqdır, buna bax, çürüydü qoz. Çürük qozdan qalmadı. Sən tanışındır, yaxın qonşundur. Sənə münasibəti yaxındır, ona görə deyirəm. Zarafat edir. Ha? Mən valla tanımıram. Mən demədən sənə yatağına yaxındır. Deyir, o şey olmaz, axı, bir kilo qoz yiyir. Onda pulun verərsin. Sənə söhbət edib, bir dənə kilenti yola sana söhbət edib. Oturur orada qoy deyirsən, mən elə bilən qohumda tanışdım. Mən bir sən görürsən. Yox deyirəm, boşuna deyirəm. Bu qozu sən elə şap-şap yeyirsən. Bu nə demək? Bu ağsaqqalla da elə danışsan ki, gəl bu çıxılı uşaq. Yox, yox, estağfurullah. Burası çürük qozdur belə. Ya da nə bilim, o qurumamış kək otu olur. Yev stolun üstünə də dövüşsən. Qurumamış kək otudan bir dənə balaca karovka düz qoş eləsən gedərəm. Nədən? Qurumamış kək otu. Anlar dayı. Yaman könlümə üçün. Sən təsbihi də baxmaq olar. Bu hörmətlə yanaşa. Bunu mən